Azərbaycanda kreditlə maşın almaq niyə sərf eləmir? Bunun günahkarı və səbəbkarı kimlərdir? Bildiyiniz kimi 2 ildən çoxdur bu işlə məşğulam. 100 minlərlə müştəri ilə rastlaşmışam və bu nəticəyə gəlmişəm ki, bizim qardaşlar birinci səbəbkarı müştərilərin özləridir. Günahkar müştərilərin özləridir. Çünki 20 minlik maşındır. Əlində 6000 pul var, deyir gəl kreditdə salaq abi. Həll elə başva dönüm, gəlim götürüm. Deyirəm qaqa başva dönüm. Maşın gəlib üstünə baha çıxacaq. Ha sən 6000 pul verəndə 14000 başqasından borc götürmüşsən. Sənə aformutmazdan 15000. Deyir yox abi, sal gəlim götürüm. Hamı ilkin ödənişi az verməyə çalışır, amma 36 ay o pulu ödəyəcəyini fikirləşmir. Demir ki 36 ay mən bu pulu nətər ödəyəcəm. 5 ay ödəyir, 10 ay ödəyir, sonra da gəlir kredit şirkətini kommentlərdə günahlandırır. Mənim heç bir kredit şirkətindən əlaqəm yoxdur. Mən salonum şəxsi maşınları burada müştərilərin maşınlarını satıram. Şəxsi satışla məşğul olurum. Sözüm ondadır ki, əlində 6000 pul varsa başva ödəyim. Gedib niyə o boyda pulun altına, yükün altına girirsən? Sən nə qədər bankdan az pul götürsən, onun üstünə o qədər az faiz gələcək, o qədər də az summa itirəsən. 6000 pulun var, gedib 12 minlik maşınlara bax da. Yəni 20 minlik maşına girişib 16 min, 14 min borc götürüb, sonra da gəlib ödəyə bilməyəndə leasing şirkətlərini pisləməklə deyil axı. Birinci səbəbkarı sənin özünsən axı. Ya 6 minin var, eləsi var 10 min əlində pul var, deyir qaqa minimum 2 ödənişlə sal, 6 minlə sal. Və qaqa 36 ay sənin ödəməyin hara gedəcək? 36 ay ödəyəndə gəlib üstünə baha çıxacaq. Bunları niyə fikirləşmirsən? Yəni leasing şirkəti sizə məcbur maşın satmır ha. Yenə deyirəm, mənim maşın düşdü. Qardaş leasingə salmaq istəyir. Şərtləri izah edirəm ki, qaqa, bax üstünə çox faiz gələcək. Pulun varsa gəl nəqd al. Yoxdursa olar ki bir 12 minlik, 13 minlik maşınla maraqlanasan. Yəni üstünə çox faiz gələcək, çox summa itirəsən. Onunla razılaşır da, hamı razılaşır. Deyir yox qaqa, qoy itirim, mən bu maşını aldım. 5 ay keçir, 10 ay keçir, sonra başlayırlar kredit şirkətlərini pisləməyə. Və ayağımızı yorğanımıza görə uzatmaq lazımdır əzizim. Yəni bu birmənalı olaraq belədir. Hamı ilkin ödənişi fikirləşir, o ödəyəcəyi pulun 36 ay olduğunu fikirləşmir. Onlar üçün formal xarakter daşıyır. Yəni məsləhətim odur ki, qardaş, əlində 6000, 7000 pulun var, ya 12-13 minlik maşınlara bax. Çox pul itirməyəsən deyə görürəm. Valla sənə görə deyirəm. Mən onsuz nəqdə satdım, kreditinə satdım. Müştərinin nəqdi pulu birbaşa əlinə gəlir. Mən də oradan yüngül faizimi götürürəm, bu qədər əziyyətin qarşılığında komissiyamı götürürəm. Mənim üçün heç bir önəm kəsb eləmir. Valla sənə görə deyirəm. Ya da ki, hazır kreditdə maşınları tap. Tutalım 6000 manat kimsə 2 ödəniş verib, 10 ayını ödəyib, 15 ayını ödəyib, maşını satmaq istəyir. Həbsi 10-15 ay sənin orada gəlirindir. Yəni 20 aydan ödəməyə başlayasan, gəlib başlayışda o nəqdi qiymətinə çıxacaq.